Mənəm yenə cavab verəcəm. Nicat Cəlilova Günahkar bədii serialında. Ne istiyorsan? Döner istiyorsan? Döner istiyorsan gel al da. Pulun yoktu. Pulun yoktu, burada ne işin var? Çık çık. Gel buradan. Gel işinle meşgul ol.
Azad. Hani kız? Eşitmirsən beni? Hani kız? Qaçdı. Nətər yanaya qaçdı? Dünən sən gedəndən sonra üstümə hücum elədi. Mən də içkili olduğumdan yıxıldım burada yerə. O da qaçdı. Bir kıza gücün çatmadı senin. Bu nağılı başkalarına danışarsan. Dədə mənə cavab verəsən. Akşin rəhmətə gedəndən sonra lap başımı itirmişəm. Heç Zeynəbin də üzünə baxa bilmirəm. Bu aralar çox səbirli olmaq lazımdır. Akşinin qisasını almadan onun üzünə çıxa bilməyəcəm. Səməndər müəllim, qisas almaq öləni geri qaytarmır. Neyniyim Bəkir? Gedim Həsəndən üzr istəyim. Deyim Akşından başqa 2 oğlum var, gəlin onları da öldürür. Nə? Necə qaçıb? Qaçıb? Kim? Çörək ya bala. Ne oldu babala? Kimdi bu? Rızanın küçüğü. Bura niyə gətirmisən? Bağışla Səlim. Bilsəydim restorana aparardım.
Cavanşiri tapmaq üçün bundan başqa yolumuz yoxdur. Bir kızın ötesinden de gelebilmediyiz. Dədə, Sen kes! Ben de deyirəm oğul böyütmüşəm. Rəhmətliyin yerde siz olsaydınız, o sizin çoktan kısasınızı almıştı. Heyf! Heyf benim zəhmətimlə. Əmi vallah mənim bir günahım yoxdur. Düz deyirsən. Günah məndədir ki, sənin kimi alçağa inandım mən. 3 kişi bir qadına sahip dura bilmədi. dədə olan oldu. Bizi danlamaqla qız gələsi deyil. Onsuz da şəhəri tanımır. Çox uzağa gedəsi deyil. Onu tapıb qaçan ayaqlarını sındıracağam. Ayak sındıranıma bir bak. Ayağını sındıracak. Durun gedin kızı tapın. Ah. Hı. Ayak sındıracak. Səməndər müəllim, bu işin heç yaxşı tərəfini görmürəm. Bekir, benim için oğlumun ölümünden beter hiç de olabilmez. Kərim, burax getsin bu adamı. Hara buraxıram? Cavanşiri tapmamış buraxan deyirəm. Onsuz da başımız bəladadır. Bu da üstümüzə gəlməsin. Gəlməz. Dua eləyin Cavanşir tapılsın, özü qərar verər. İstəyər buraxar, istəyər öldürər. Biz cinayətkar deyilik ki, həyətdə adam tutub saxlayaq. Cavanşirin tapılmağını gözləsək, Əsməri də itirə bilərik. Heç vaxt mənə qulaq asmamısan. Həmişə öz bildiyi eləmisən. Sənə vaxtında çox dedim, əl çək o səriyənin nəvəsindən. Bu da nəticəsi. Düz deyir də qardaşım. Amma Əsmərin heç bir günahı yoxdur. Qalx. Rıza, məkanlarımızı basıblar. Kim? Cavanşirin əmsi oğlu. Sən hələ baxırdın. Adım dinən, adım. Kərim. Cavanşirin yerini dəyiş. Görüyor Kərim nə edəcək. Yaxşı. Səməndərə də zəng elə, mütləq görüşəcəm oyla. Oldu. Sen burada ne iniyorsun? Bu şirkət sənin olduğu kimi mənim də şirkətimdir. Ve sana o, Kim? senin gülme şeker oğlun. Mən də onu axtarıram. Tapsam mənə də deyərsən. Niye aktarırsan onu? Xəbərin yoxdur? Akmaktılar da. Bir kızın da ötesinden gelebilmediler. Kız kaçtı. Nə qız? O kız da kız, Səryanın yetimçəsi. Yox, xəbərim yoxdur. Necə olub qaçıb? Ben bunlara iş tapşırmıştım. Bunlar da sağ olsunlar. Bak böyle yerine getirdiler. Səməndər, coşqun adam öldürüb. Bilirəm. Hasan, bir de onun küçükleri. Onlara salam veren herkes ölmelidir. Sən necə insansan? Oğlun cinayət işləyib, sənsə əlvi qolvu sallayıb gəzirsən? Akşin, sənə necə dəyərli idisə, mənə də elə dəyərli idi. Amma qisası qadından yox, onu öldürəndən almaq lazım idi. El o kıza göre öldü da oğlum. Bu onlara baha başı gelecek. Dədə, coşqun tutublar. Nə? Ne? Kim? Polis.
Mən gedirəm polis idarəsinə. Sən tez Bəkirə zəng elə, qoy o da gəlsin. Dədə mən də gəlim səndən. O qoca arvadı Coşqun öldürməyib. Yanında kim var idi? Mən. İndi istəyirsən səni də tutsunlar. Dədə mən qardaşıma görə hər şey eləyərəm. Get. Get sən o qızı tap. Bəkirə də zəng eləmək yadından çıxmasın. Narahat olma. Dünən qızımı həkimə aparmışdım. O qədər dərman yazıblar ki uşağa. Hə, düzdür. Necə deyirlər? İşin bir həkimə düşməsin. Bir də ki polisə. Yəni ki bizə. Hə, işlər necə gedir? Səməndərin oğlunun məsələsi qarışıq məsələdir. Lap başımı itirmişəm. Cəlilov, sənə verdiyim işlə birlikdə daha bir ölüm işi var. Eyni kənddə. Ona da sən baxmalısan. Birdən-birə eyni kənddə 2 cinayət. Çox maraqlı ölüm işidir. Bu eyni adam işi ola bilər. Araşdır. Şübhələndiyin adamları sorğuya çağır. Səməndər dindirmisən? Ha, dindirmişəm. Səməndər bu saat oğlunun halındadır. Biraz keçsin, yenə də çağıracam. Bu üçüncü ölüm işinə xüsusi nəzarət elə. Qoca arvaddır. Bu cinayət Səməndərin oğlunun ölümündən sonra baş verir. Öz əcəli ilə ölmüş olmasın? Yox. Boğub öldürüblər. İşin bütün materialları idarədədir. Nəysə, mən gedim. Nəsə lazım olsa zəng eləyərsən. Əsmər. 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 Səlim. Əsmər. Əsmər. Bəkir üstündə pul var. Hə, gətirmişəm. Get polis idarəsinə. Denə ki, Coşqun Səməndərin oğludur. Pulu ver, götürəcək. Səməndər müəllim, işi araşdırdım. İşə Leytenant Cəlilov baxır. Özü də çox qəliz adamdır. İnanmıram götürə. Götürər, götürər. Sən narahat olma. Sən ver, götürəcək. Yaxşı. Get. Necə də nənəmə oxşayır.
Salam qızım. Salam. Deyəsən burada qalan deyilsən. Yox. Burada yaşamıram. Qanın şirin gəlir mənə. Kimlərdənsən qızım? Hardansan? Bilmirəm anacan. Bilmirəm. Necə? Nə dedin qızım? Ana? Mənə bu sözü oğlum uşaq olanda demişdi. İndi niyə demir? Rəhmətə gedib? Yox qızım. Sağ salamatdır. Mən onu çox zəhmətlə böyütdüm. Oxutdum. Evləndirdim. Amma sonra ana sözünü yadından çıxartdı. Mənim dərdimi dərdli bilər qızım. Adınız nədir, anacan? Xanım, xanım xala. Çox gözəl. Mənim də adım Əsmərdir. Çox gözəl. Allah səni xoşbəxt eləsin qızım. Yaxşı, mən gedim. Oğlum gələsidir, yemək hazırlayasıyam. Sən də tez-tez gəl. Mən də təkəm, oturub dərdləşək. Sağ ol. Gəl. Salam rəis. Yeni otağın mübarəkdir. Oo, kimləri görürük? Bəkir müəllim, xoş gəlmisiniz. Səməndər müəllim niyə gəlmədi? Necəsiz? Əyləş. Səməndər müəllimin başı oğluna qarışıb. Yaman dərd çəkir. Nə deyirəm ki? Allah rəhmət eləsin. Rəis, Səməndər müəllimin oğlu buradadır. Xahiş elədi ki, rəisə mənim adımdan bunu çatdır. Səməndər mənə rüşvət təklif eləyir. Yox rəis, elə demək istəmədim. Yəni şirinlik kimi. Səməndəri müəllimə çatdır ki, puldan şirinlik olmaz. Həm də onların kəndində Səməndərin oğlunun ölümündən sonra bir cinayət də baş verib. Buraxa bilmərəm. Rəis, Səməndər müəllimin başı onsuz da dərddədir. Bu oğlun da dərdi üstünə gəlsə, bilmirəm onda nə olacaq. Bəkir, adam ölüb. Adam. Buraxa bilmərəm. Ən əsası da odur ki, şübhənin 90%-i Coşqunun üzərindədir. Biz demirik günahkardır. Ola bilsin cinayətin arxasında olsun. Rəis, Səməndər müəllimi yaxşı tanıyırsınız. Nə o, nə də onun oğlanları o işi görməzlər. Adam öldürmək onların işi deyil. Adam öldürmək heç kəsin işi deyil. Nə adi vətəndaşın, nə də biz polislərin. Amma insanda qisas hissi yarananda insanlığı düşünmür. Rəis, valla bilmirəm Səməndər müəllimə nə deyəcəm. Deyəcəksən ki, Leytenant Cəlov buraxmadı. Müstəntiqin araşdırmasından sonra işə baxacaq. Hal-hazırda şübhəli bilinən şəxs kimi saxlanılır. Sağ ol rəis. Bunu heç vaxt nə Səməndər müəllim, nə də mən unutmayacağıq.
Əsmər. Nə Əsmər? Üzr. Üzr istəyirəm. Siz kimdənsə səhv salmısınız məni. Ne oldu? Səməndər müəllim, buraxmadı. Necə yəni buraxmadı? Deyir ki, şübhəli şəxs bilinir. Araşdıraq sonra. Eşidirəm. Hə. Mən də onunla görüşmək istəyirəm. Getdik. Hardaydın? Hava almağa çıxmışdım. Bilmirsən Cavanşiri tutanlar bizi də tuta bilər? Heç nə olmaz. Şəhərdə gəzirdim. Bir qız gördüm. Elə bildim Əsmərdir. Yaxınlaşdım ki, başqasıdır. Özünə gəl Səlim. Əsməri tapmamış. Özümə gələn deyiləm. Sabah bir adam var, o ilə görüşəcəm. Dediyinə görə tanıyır Rızanı. Get danış görək nə olur. Deyəsən kömək eləyəcək bizə. Gəl. Gəl çəri. Gəlmək olar? Gəl, gəl. Salam. Salam. Keç. Keç otur. Kərim neyniyə bildin? Sabahı gözləyirəm. Bir nəfərlə görüşəcəm. Heç kimlə görüşmə. Rızanın izinə düşmüşəm. Bizim uşaqlardan cəbin görən olub. Güdüblər. Məkanlarına qədər dizləyiblər. Yerləri məlum olub. Dur gedək. Tələsmə, otur. Səbirli ol. Axşam özüm gedəcəm. Axşam niyə? Öyrənəcəm. Cavanşir ordadsa gedəcəm. Orada deyilsə, cəbini izləyib yerini tapacağıq. İnşallah. Buradan səni heç kim qutara bilməz. Eşidirsən? Heç kim. Üzümə bax. Rıza sənə başını xarab eləyib cəbi. Nə danışdıq da bilmirsən. Məni axtarmağa gəliblərsə, deməli tapacaqlar. Sən arxayın ol. O Səməndərdə Ağsaqqalım da bilsin. Siz ölmədən mən ölməyəcəm. Suallarıma cavab verməsən, hamıdan tez sən öləcəksən. Sən axtaran o adamlar məkanlarımızın yerini hardan bildilər? Hə? Bilmirəm. Bilirsən! Bilirsən! Gələcəklər dalımca. Özlərindən soruşarsan. Bu qız görəsən burada kimi gözləyir, hə?
Soruşsa diyecek ki nişanlımı gözləyirəm. Yaxın gəlməyin mənə. Gözəl xanım, qorxmayın. Biz adam yeyən deyilik. Hara lazımdır, orada aparaq. Polis çağıracağam. Yaxın gəlməyin mənə. Çox qorxduq ha. Çağırsan da neyi edəcəksən ki? Deyəcək, mənə sataşırlar. Amma dəyər də. Bir gözəl xanım görəndə özümüzü itiririk. Əl çəkin məndən. Gəl bura. Əl çəkin məndən. Bura gəl. Əl çəkin. Gedim indəm yenə deyim. Hər yeri ələhvələ eləmişəm. Dədəm bu dəqiqə qızın hayında deyil. Coşqun da tutulmağa kişini bir tərəfdən piskünə qoyub. Heç yanına getməyə də qoymur. Deyir gözə görsənmə, səni də tutarlar. Günahkar axtara-axtara özümüz günahkar olduq. Düz deyirsən. İstəyirəm kəndə gedim. Burada qala bilmirəm. Hara gedirsən? Əmi səni buraxmaz. Bu dəqiqə onun bizə çox ehtiyacı var. Tək qoymayaq. Yox Azad. Elə bil yanında olduqca biraz da başına dərd asırıq. Biz onun yanında olmasaq, işlər daha da xarab olacaq. Yenə də baxma, azdan çoxdan köməyimiz dəyir. Gördük də nətər xeyrində idi. Hər dəfə oturub durub mənim başıma vurmayacaqsınız ki. Qız qaçdı. Bilə-bilə qapını açmışam ki, Əsmər get, Səlimə də məndən salam deyərsən. O zəhrimara Aziz, başına da heç nə vurulmasın. Bırakmır. Bırakmır. Eşi bırakmırsan hiç bırakma. Senden de böyükleri var. Xahiş eləyərik bırakarlar. Nə olub, nə qışqırırsan? Hatta ne olacak? Coşkunu getdik bırakmadılar. Necə yəni buraxmadılar? Bırakmadı da. Səməndər, hər şeyin səbəbkarı sənsən. Oğlumun ölümünə də sən səbəb oldun. Coşqunun tutulmağına da sən səbəb oldun. İndi zəhmət çək, ged oğlumu gətir. General. Nə? Mütləq generalla görüşmək lazımdır. Bəlkə nəsə elədi. Bilmirəm. Kim ağız açırsan aç, oğlumu qutar. Yaxşı deyiblər də. Oğul adamı dost qapısına da göndərər, düşmən qapısına da. Bilmirəm. İstər dost qapısına get, istər düşman qapısına. Mənim üçün fərqi yoxdur. Sən də onlara az yaxşılıqlar eləməmsən. Coşqun sənə görə tutulub. Akşin də sənə görə ölüb. Mən onların anasıyam. Haqqım var tələb eləməyə. Get oğlumu gətir.
oldu kızım? Ne oldu kızım, korktun? Can, korkma. Korkma nene qurban. Mənəm. Xanım xaladır, xanım xala. Toxta, sən bir toxta bax, otur burada, tərpənmə. Yaxşı, bu saat sənə su gətirirəm. Otur qızım, otur. Bu saat. Sakitləşdin bala. Al su iç. İç. Çörək ye. Nene balası, utanma. Çörək ye. Kızım. Utanma. Çörək ye, utanma. Ye mənim balam, ye. Ye kızım, ye. Utanıb eləmə. Kızım, sən hər dəfə mənə ana deyəndə elə bilirəm dünyaları mənə bağışlayırsan. Və sənin anan yoxdur. Mənim heç kəsim yoxdur. Nə anam var, nə də atam. Bir nənəm var idi. Onu da öldürdülər. Ne danışırsan ha kızım? İndiki zamanədə kim öldürür? Bizim kənddə elə adamlar var ki, onlar üçün heç nəyə fərqi yoxdur. Yaxşı kızım. Allah rəhmət eləsin. Hələ bizim danışmağa çox vaxtımız olacaq. Gəl gedək bizdə qal, hə? Mən də təkəm. Arada mənə kömək lazım olur. Vallahi oğlum da səhər gedir, axşam gəlir. Evdə təkəm. Gəl bizdə qal. Hə qızım? Hı? Səməndər, bu Kərim kimdir ki, mənim məkanlarımda gəlib adamlarıma əl qaldırır? Ne? Kərimin sənin məkanlarında nə işi var? Cavanşir axtarırlar. Sənin ona görə görüşdüm ki, o uşaq-muşaqla özün məşğul olasan. Ah Kərim. Cavanşirin əmsi uşaqlarıdır. Həsən, səndə nələr varmış Həsən. Gərək sənin çörəyini əski verib acından öldürərdim. Onlar Cavanşiri qurtarmağa çalışacaqlar. Adamlarda tapşır gözlərini dörd açsınlar. Cavanşir heç mənim əlimdən fələk də ala bilməz. 10 il onun içərdən çıxmağını gözləmişəm. Onun əvəzinə bir günlərin saymışam. Rıza, oğlumu tutublar. Polis də bıraxmır. Bağışda Səməndər, mənim polislərinə aram yoxdur. Neyinib ki oğlum? Oğlumu öldürən Həsən kişinin oğlu Səlimin nişanlısı vardı. Onun nənəsini öldürüb. Çay gətir.
sənin çörəyin. Bu da sənin suyun. Bu hayatta, bu sevgide ne sen gülüm ne de kim